بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين المعصومين ولعن الدائم على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين من الآن إلى قيام يوم الدين. Mübarək Ramazan ayıdır. Allah-u Teala'nın mərhəmət, bağışlanma ayıdır. Və insan bu mübarək Ramazan ayını qənimət bilməlidir özünün bağışlanması üçün. Həzrət Peyğəmbər əleyhi əfsalu təhiyyətü və səna buyurdu ki, Xutbə-i Şəbaniyyəni oxuyurdu. Keçən günlərdə Xutbə-i Şəbaniyyədə mübarək Ramazan ayı haqqında Peyğəmbər əleyhissalamın buyurduğu kəlamları oxudu. Bu əsnada Həzrət Əmir əl-Müminin Ali ibn Əbi Talib əleyhissalam ayağa qalxır və sual verir. Ya Rasulallah, ma əfzəlul ə'mal hazə şəhr? Ey Allahın Resulü, bu ayda ən fəzilətli əməl hansıdır? Fəqal, Peyğəmbər əleyhissalam buyurdu, ya Əbəl Həsən, əfzəlul ə'mal fi hazə şəhr əl-vərəu ən məharimillah. Buyurdu, ya Əbəl Həsən, ya Əli, bu ayın ən fəzilətli əməli insanın bu ayda Allahın haramlarından qorunmasıdır. İnsan bu ayda Allahın haramlarından qorunmalıdır. Bu vacib məsələdir. Əli əleyhissalam başqa bir kəlamda buyurur ki, Əs-siyamu ictinabul məharim kəma yəmtəni'ur rəcul minət-taami və şərab. Buyurur ki, oruc haramlardan qorunmaqdır. Necə insan yiyəcəklərdən və içəcəklərdən özünü qoruyur, eləcə də Allahın haramlarından qorunması oruc mənasını verir. Oruc, yəni Allahın haramlarından qorumaq. Allahın haramı deyəndə nə nəzərdə tutulur? Əksərimiz deyər ki, biz haram eləmirik ki. Peyğəmbər buyurur ki, Ərbəətun tufsidus-savm və əmalul xeyr. 4 şey var, insanın orucun pozar, orucun fasid eləyər, aradan aparar, savabını aparar və xeyr əməllərində həmçinin. Nədir ya Rasulullah? Buyurdu ki, əl-qeybə. Birincisi qeybətdir. Haramdan biri qeybətdir. İnsan necə yeməkdən çəkinir? İnsan mübarək Ramazan ayında necə içməkdən çəkinir? Digər halal ləzzətlərdən çəkinir? Gərək bu ayda qeybətdən özünü elə qorusun. İkincisi vəl-kizb, yalandır. Yalandan adam özünü qoruyur. Və-nəmimə, söz gəzdirmədir. İnsan başqalarının arasında söz gəzdirməkdən özünü qoruyur, necə ki, yemək içməkdən özünü qoruyur. Və dördüncüsü və-nəzər və baxışlarına nəzarət edir. Haram baxmıyor. Haram baxış təkcə naməhrəmə baxış deyil. Başqasının əmlakına, başqasının mülkünə də xəyanətlə baxmaq, elə xəyanət baxışı haram baxışdır. Biz demişdik ki, hər gün mübarək Ramazan ayının fəziləti və dəyəri barəsində, əməlləri barəsində söhbətimizin birinci hissəsində danışacağıq ki, bu hissəni mən danışdım ki, insan mübarək Ramazan ayında təkcə gərək yemək içməkdən özünü qorumasın. Həmçinin yalandan, qeybətdən, söz gəzdirməkdən və haram baxışlardan, xəyanətli baxışlardan özünü qorusun. Amma dünənki qeyd elədim, Qur'an-ı Kərimin müəllimi var və insan Qur'an-ı Kərim müəllimi ilə Qur'ana yaxınlaşmalıdır və yanaşmalıdır. Qur'an müəlliminin vəzifəsi nədir? Sual oluna bilər ki, Qur'an müəllimi nə eləyir? Nəhl surəsinin 64-cü ayəsində belə oxuyuruq. Və ma ənzəlna aleykəl kitab İlla liyubəyyinə ləhum.
Buyurur, biz bu kitabı sənə nazil elədik ki, sən bunu izah eləyəsən, aydınlaşdırasan. Peyğəmbərin vəzifəsi Qur'an-ı Kərimi aydınlaşdırmaqdır, izah eləməkdir. Kitabı gətirən onun izahını verməlidir. Dünənlər qeyd elədik, Allah Rəsulu əleyhissalatu vesselam Peyğəmbər Qur'anın müəllimi idi. Zamanında Qur'an-ı Kərim ayələrin izah eləyirdi, aydınlaşdırırdı. Və Peyğəmbər dünyasını dəyişəndən sonra bu vəzifə düşdü Peyğəmbər əhl-i beytinin üzərinə. Artıq Peyğəmbər əhl-i beyti bu işləri görməli idilər. Və o ki, hədis Səqələyn oxudum. Peyğəmbər buyurdu ki, Qur'an və əhl-i beyt heç zaman bir-birindən ayrılmazlar. Bu heç zamanın qeydini də vurub Peyğəmbər ki, İnnəhuma lən yəftəriqa hətta yəridə aleyyəl havz. Bunlar qiyamətdə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən heç zaman ayrılmayacaqlar. Mümkün deyil qiyamətin gününə qədər qiyamət daxil Qur'an əhl-i beytdən ayrı olsun. Bu ola bilməz. Yaxşı, bura qədərin də məlum. Və dünənləri bunu da qeyd elədik ki, bizim əqidəmizsə 12 dənə haqq imam var Peyğəmbərdən sonra. Onun 11-i dünyasını dəyişibdir. Öz zamanlarında imamlıq eləyiblər və dünyalarını dəyişiblər. Amma biri isə bizim zəmanə imamımızdır. 12-ci imam. O, 11-ci imam, İmam Həsən Əskəri əleyhissalatu və səlamın oğlu Həzrəti Məhdidir. Cəlallahu fərəcə. İmam Zaman əleyhissalam, yəni İmam Mehdi dediyimiz imam miladi tarixlə 869-cu ildə Samirra şəhərində dünyaya gəlib. İraqın Samirra şəhərində. Və Allahın inayəti ilə. Bilirsiniz, Abbasi xəlifələri zalim xəlifələr olublar. Əhl-i beyt imamlarının əksəriyyətin Abbasilər dövründə şəhid eləyiblər. Xüsusilə axırıncı imamlara yaxın bunlar daha şiddətli şəkildə əhl-i beytlə mübarizə aparırdılar. Çünki bilirdilər ki, Peyğəmbər ailəsindən bir nəfər bu axırıncıların birinin övladı olacaq. Və ona görə də İmam Həsən Əskəri əleyhissalamı gətirmişdilər, onu Samirrada ciddi şəraitdə saxlayırdılar. Əskəri ki, biz deyirik İmam Həsən Əskəri, ona görə deyilir ki, o daim əskərlərin nəzarətində olub ki, nə badə bunun uşağı dünyaya gəlsin. Bunlar elə əhl-i beyt düşmənləri, əhl-i beyt dostlarından çox əhl-i beytin tanıyırdılar, bilirdilər, bunların potensiallarını bilirdilər. Ona görə bunlar mübarizə üçün bütün variantlara, bütün yollara gedirdilər. Bunlar o qədər inanırdılar ki, 11-ci imamı ciddi nəzarətdə saxlayırdılar ki, nə badə 13-ci imam dünyaya gələ. Amma bir şeyi unutdular, Allah bir şeyi iradə eləyib görmək istədiyi zaman kimsənin mane olması mümkün deyil. Necə Firon bu işi görmüşdü, necə Firon mübarizə aparırdı, Musanın doğulmasının qarşısını almaq üçün əlindən gələn bütün variantlara gedirdi, öz dövründə uşaqları öldürdü, öz dövründə oğlan uşaqlarına əzab əziyyətlər yaşatdı. Amma Allah nə elədi? Allah gətirdi Musanı Fironun öz evində böyütdü. Allah həmən Allahdır. Bunlar da öz aləmlərində düşündülər ki, 12-ci imamın doğulmasının qarşısını biz atasını mühasirədə saxlamaqla ala bilərik. Amma Musanı qoruyan Allah zamanə imamını da qorudu və bu uşaq dünyaya gəldi. Yəni bu imam dünyaya gəldi. Uşaqdan məqsəd imamdır. İmam Həsən Əskəri əleyhissalam da çox ömür eləməyib. Cəmi 28 yaşında şəhid olundu. 28 il ömrü olundu. Bu müddət ərzində ciddi təqiblərə, təzyiqlərə məruz qalıb. Çünki bilirlər sonuncu budur. Bunun övladı olacaq. Bunlar nə qədər plan çəksələr də Allahın istədiyi oldu və imam dünyaya gəldi. Təxminən 5 yaşı var idi imamın. İmam Həsən Əskəri əleyhissalam şəhid olundu. İmam Həsən Əskəri əleyhissalam şəhid olanda imamın namazını imam qılmalıdır.
İmam Həsən Əskəri əleyhissalamın qardaşı var idi, Cəfər adında. Bu gəldi, keçdi qabağa, dedi, imam mənəm. Ay, bu mənim qardaşımdır, qardaşımdan sonra imam mənəm, ona görə gərək bunun namazını mən qılım. Bu namaza duranda İmam Zaman əleyhissalam 5 yaşı var idi. Çıxdı pərdənin arasından, gəldi, tutdu əmisinin qolundan, dedi, düş aşağı. Sən bu ləyaqətin yoxdur namaz qılasan. İmamın namazını imam qılmalıdır. Atasının namazını qılır, İmam Həsən Əskəri əleyhissalamın namazını qılır və gözlərdən qeybət çəkilir təzədən. Bu kiçik qeybət dövrü idi. Orada evdə iştirak edən hər kəs bunu görür, təəccüblə baxırlar, bilirlər ki, imam övladı imamdır. Bunun qiraəti, bunun elmi, bunun şücaəti. İmam bu dövrdə 4 dənə xüsusi naiblə əlaqə saxlayır. 4 nəfər adam var idi, bunların vasitəsilə insanlarla əlaqə saxlayırdı. Ta 69 il belə davam elədi. 69 il davam eləyəndən sonra İmam axırıncı nümayəndəsi Əli ibn Muhammed Səmuriyə məktub yazdı. Dedi, sən 6 günün ərzində dünyayı dəyişəcəksən və özündən sonra heç kəsi yerə təyin eləmə. Allahın iradə və istəyinə uyğun olaraq bu iş uzanacaq. Və 6 gündən sonra həmin o imamın nümayəndəsi dünyasını dəyişir və İmam Zaman əleyhissalamın böyük qeybət dövrü başlayır. Ta bugünkü günümüzə qədər. Bugünkü günümüzə qədər qeybət dövrü davam edir. Yaxşı, İmam Zaman əleyhissalamın qeybətini biz necə başa düşə bilərik? Bəziləri elə başa düşür ki, imam qeyb oldu, yəni göyə çəkildi, ya belə harasa bir xüsusi yerə getdi, gözə görünməz oldu. Lakin belə deyil. Qeybin mənası budur ki, qeyb İmam Zaman qeybdədir, mənası bu deyil, imam göydədir. İmam Zamanın qeybətinin mənası budur, insanların arasında yaşayır, amma insanlar onu tanımırlar. Bizim aramızdadır, amma biz onu tanımırıq. Bizlə gəzir, dolaşır, amma bilmirik kimdir. Necə Həzrəti Yusuf əleyhissalamın cərəyanında var. Və cəə ixvətu Yusuf fədəxalu aleyhi fəərəfəhum və hum ləhum munkirun. Deyir, Yusuf'un qardaşları Yusuf'un yanına gəldilər. Yusuf onları tanıdı, amma onlar Yusuf'u tanımadılar. İmam Zaman qeybdədir, yəni kimsə onu tanımır, insanlar onu tanımır, biz onu tanımırıq. Ona görə hədislərdə qeyd olunur ki, heç kimə qarşı ehtiramsızlıq eləməyin. Ola bilər zəmanə imam olsun, amma xəbərin olmasın. Xüsusilə məclislərdə, o ki Allah bəyənən məclislərdir, o ki kasıbın məclisidir, o ki sayılmayan adamın məclisidir, yaxşı adamların məclisidir, diqqətli olmaq lazımdır. Əhl-i Beyt adına təşkil olunan məclislərdir, İmam Zaman orada ola bilər, biz tanımarıq. Qeybətin mənası budur. İmam Zaman əleyhissalam qeybdədir, yəni o insanların arasındadır, amma insanlar onu tanımırlar. Bu qiyamət gününə qədər, daha doğrusu imamın zuhur eləyəcəyi günə qədər bu formada davam eləyəcək. Ta zuhur olandan sonra insanlar imamı tanıyacaqlar və hətta hədislərdə belə bir söz qeyd olunur. Deyir, insanlar imamı zuhur eləyəndən sonra deyəcəklər ki, mən bu adamı görmüşdüm, tanıyırdım. Amma bilməmişdik kimdir. Bu qeyb dövrü o zamandan ta bugünkü günümüzə qədər davam edir. Ki imam qeybdədir, bizlə onun arasında fasilə var. O bizi görür, tanıyır, biz isə onu görür və tanımırıq. Amma bizim aramızdadır. O bizim yanımıza gəlir. O hörmətlilərin sorağına gəlir. Ayətullah Seyyid Sistani'nin atası ya babası. Deyir ki, bir nəfər deyir, mən çox dua zikir oxudum imamla görüşmək üçün. Deyir, mənə dedilər ki, gedərsən filan yerdə bir hüzür düşüb, cənazə var, imam oradadır. Gəldim, bir gördüm, bir cənazə uzanıb. Ətrafda az adam, bir nəfər də ağada oturub. Mənə dedilər ki, budur. Deyir, oturub,
Mən də deyir, çox narahat, deyir, istədim hərəkət eləyəm, nəsə deyə, dedi ki, dinmə, sakit ol. Zaman keçdi, işlər qutarandan sonra deyir, mənə dedi ki, bax bu qadın kimi olsuz, mən sizin sorağınıza gələcəm, sizin məni axtarmağınıza ehtiyac yoxdur. Bu qadın kimi olun. Deyir, sonra mən maraqlandım ki, bu qadın bir zamanlar şah dövründə hicab qadağan olubdu. Hicab qadağan olan dövrdə qadın evdən çölə çıxmayıbdı. Ömrünün sonuna qədər evdən məhbus qalıb ki, mən başı açıq çölə çıxmayım, Allahın haramını eləməyim. Belə bir qadının təşyiə cənazəsində İmam Zaman əleyhissalam iştirak edir. Deməli, bu kimi yerlərdə, bu kimi ehtiramlı şəxslərin, şəriət hökmlərinə əməl eləyənlərin, abırlı ismətli adamların məclisində iştirak eləyək, dəfnində iştirak eləyək, toyunda iştirak eləyək. Ola bilsin ki, zəmanə imamı oradadır. Və o imamla bir yerdə olmaq, bir məclisdə olmaq, onun nəfəsin bərəkəti insanın halına təsir edir. İnşallah gələn söhbətlərimizdə bu barədə də danışacağıq. Allah hər birimizi inşallah müvəffəq eləsin. Və salamu aleykum və rəhmətullahi və bərəkatuhu.